Belə bir sual gəlib ki, birinci blok imtahanında 3-cü qrup üzrə, ikinci blok imtahanında isə 2-ci qrup üzrə imtahan verə bilərəmmi? Ətraflı izah. O zaman belə bir sual meydana çıxır. Bəs mən həm 3-cü qrup, həm də 2-ci qrup üzrə imtahan versəm, ixtisas seçimi zamanı hər iki qrupun ixtisas seçimində iştirak edə bilərəmmi? Ətraflı bu videoda bu sual çox sayda gəlir, həm WhatsApp-dan, həm digər platformalardan. Ona görə platformalarda paylaşıram ki, hər kəsin məlumatı olsun. Bu videonu bəyənməyi və kanalımıza abunə olmağı unutmayaq ki, hər kəsin qarşısına mümkün qədər çıxsın. Belə ki, siz birinci blok imtahanında, yəni buraxılış imtahanı vermisiniz və 3-cü qrup üzrə hazırlaşırsınız. Yaz imtahanında, yəni blok imtahanının birinci mərhələsində iştirak edirsiniz. 3-cü qrup üzrə qeydiyyatdan keçirsiniz, verdiniz imtahan və istədiyiniz nəticəni əldə edə bilmədiniz. O zaman ikinci blok imtahanında isə siz 2-ci qrup üzrə imtahan vermək istəyirsiniz. Qeydiyyatdan keçirsiniz, hansı ki qeydiyyatdan keçən zaman əlavə rüsum ödeyirsiniz. Çünki siz artıq əlavə imtahanda iştirak edirsiniz. Yəni bu könüllü olan bir imtahandır. Bunun üçün rüsum ödeyirsiniz, qeydiyyatdan keçirsiniz və 2-ci qrupdan da imtahan verirsiniz. Bununla siz həm 3-cü qrupdan, həm də 2-ci qrupdan imtahan vermiş olursunuz. Və ixtisas seçimi zamanı da əgər hər iki qrupun müsabiqə şərtini ödəyirsinizsə, müsabiqə şərti nədir? Yəni o qrupların belə deyək də bal limitlərini ödəyirsinizsə, yəni səhifədə mən bu haqqda məlumat vermişəm. Bal limitlərini ödəyirsinizsə, müsabiqə şərtini, o zaman hər iki qrupun siz ixtisas seçimində iştirak edə bilərsiniz. Yəni 15 yerə həm 3-cü qrupun ixtisaslarını, həm də 2-ci qrupun ixtisaslarını eyni zamanda qeyd edə bilərsiniz. Ümid edirəm ki, ətraflı oldu. Hər birinizə uğurlar arzulayıram. İxtisas seçimi, konsultasiya və suallar üçün birbaşa nömrəmizi WhatsApp üzərindən yazın. Platformalarda olduqca suallar çox gəlir deyə baxmaq təəssüf ki, mümkün olmur.